Həftəyə musiqi ilə başladıq. Özü də süni intellekt vasitəsilə hazırlanan musiqilərlə. Səsini eşidəndə deyirik görəsən bu hansı yeni müğənnidir. Sonra da məlum olur ki, sən demə süni zəka məhsuludur. Süni intellekt artıq musiqi sahəsinə də təsir göstərir. Bugün bəzi layihələr tamamilə alqoritmlər tərəfindən hazırlanır, bəziləri isə insan yaradıcılığı və süni intellekt proqramları ilə ərsəyə gəlir. Bu da əyləncə kimi mənə gəlir ki, yaxşı bir şeydir. Amma canlı musiqi başqadır. Süni intellektlə hazırlanan mahnıları görəcəksiniz, eyni səslərdir demək olar. Yəni eyni atmosferdir. Calaq kimi sanki hazır olunub. Süni intellekt həm də yeniliklər gətirir. Razıyıq, amma elə sahələr var ki, onlar yaradıcılıq tələb edir axı. Məsələn, tarixi qədim olan Çini sənəti kimi. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olub. Hətta 1970-ci illərdə Gəncə Çini qablar zavodu fəaliyyətə başlayıb və burada əsasən Çini keramika məhsulları istehsal edilib. Çini ümumiyyətlə, yəni hazır məhsulların, hazır qabların üzərində, düz boş qabların üzərində elənən naxışlara deyilir Çini. Əvvəlcə bişməmiş bir versiyada ağ rəngdə olur. Sonra mən bunun üstünə boyayıram. Keramika şirə altı boya deyilir. Keramikaya çox xüsusi boyalarla boyayıram. Sonra bu bişməyə gedir və bişdikdən sonra üstü şirələnir bu şəkildə və belə boşqab halını alır. Çini qabları ağ qızılda adlandırırlar. Yeri gəlmişkən qızıl bazarında da bahalaşma müşahidə edilir. Alıcıları isə ən çox xanımlardır. Xanımları tanımaq üçün onların bəzək əşyalarına, geyim-keciminə yox, çantalarına baxın. Sən demə, çanta seçimi qadınların xarakterindən və psixologiyasından xəbər verirmiş. Çanta almağa gedəndə həmişə beləyəm. Qərar verməkdə çətinlik çəkirəm. Görəsən hansı? Kiçik ölçü, orta, yoxsa böyük? Kiçik ölçülü çantalara daha çox üstünlük verirəm. Gündəlik həyatda mənim üçün daha çox rahat. Balaca çantalardan istifadə edirəm. İçinə çox az bir şey qoyuram. Orta yaşlı xanımlar isə daha çox böyük və cibləri çox olan çantalara üstünlük verirlər. 2026-cı ilin ən dəbdə olan aksesuar olaraq çantalar, balaca ölçüdə olan çantalar daha çox gündəmdə olacaq. Bizim seçimlərimiz mən kiməm, necə görünmək istəyirəm mesajını ötürür. Çantanı çox vaxt geyiminə uyğun seçənlər də var. Çünki xanımların ən dəyərli aksesuarları sırasındadır. Geyinirik, bəzənib düzənirik, çantamızı götürüb gedirik şaurma yeməyə. Niyə məhz bu fast foodun adını çəkdim? Çünki çox sevilir. Onu dadlı edən bilirik ki, xüsusi sousudur. Bəs o sos necə hazırlanır? Sirrini öyrənməyə çalışdıq, amma... Yox, onun sirri paylaşılmır. Ən çox yeyilən fast food yeməklər sırasında bəlkə elə ən birincilərdən şaurmadır. Çünki tərkibində olan xüsusi sos və ingrediyentləri bizi dad səyahətinə çıxardır. Yanında içilən ayran isə şaurmanın olmazsa olmazıdır. Şaurmanı ümumiyyətlə sevirsiniz? Bəli. Hansı şaurma növünü sevirsiniz? Böyük çörək şaurma. Niyə sevirsiniz bu yeməyi? Soğuzu çox dadlı, əti çox dadlıdır. Yediniz, nuş olsun. Hazırlaşın istirahətə. Səfəriniz haradır? Harda dincəlməyi düşünürsünüz? Seçiminizi etmisinizsə, səyahətə qatarla çıxın. Vətəndaşlar gedəcəkləri ünvana bir çox nəqliyyat vasitələrindən gedə bilərlər. Bunlardan biri də qatardır. Qeyd etmək istərdim ki, qatardan istifadə edən vətəndaşlar rahat və təhlükəsiz istədikləri ünvana çata bilərlər. Üstün cəhəti çoxdur. Çox rahatdır, çox təmizdir. İşçiləri mədəni, nətərdir? Yanaşmaları çox yaxşıdır. Yolunuz açıq, səfəriniz maraqlı, istirahətinizin xoş keçməsi diləyi ilə yeni həftədə görüşmək ümidi ilə.